Gördüğünüz kimi salam. Gördüğünüz kimi bu gün sizinle Harry Potter'ın birinci hissə fəlsəfə daşı məzmununu oxuyacağıq. Başlayaq ən başdan. Harry Potter və fəlsəfə daşı. Başladıq. Harry Potter'ın sehirli dünyasına daxil olun. Adi görünən amma qeyri-adi bir taleyi olan bir oğlanın hekayəsi. 11-ci doğum günündə Harry özünün adı bir uşaq olmadığını, əslində bir sehirbaz olduğunu və əfsanəvi sehirbazların əslində bir sehirbaz olduğunu və əfsanəvi adi həyatdan uzaqlaşaraq Harry unudulmaz bir səfərə çıxır. Sehirbazlıq və cadugarlıq məktəbi Hogwarts'a yollanır. Hermione Granger ilə tanış olur və sehir dünyasının sirlərini öyrənməyə başlayır. Amma hər şey qaydasında deyil. Qaranlıq bir güc yenində hərəkətə keçir və Harry öz keçmişi və tarixdə ən qorxulu qara cadugar olan Voldemortla olan əlaqəsi haqqında həqiqətləri öyrənir. Harry keçmişin sirləri və ölümsüzlük bəxş edən bir obyekt fəlsəfə daşı haqqında çox öyrəndikcə qarşısına çıxan çətinliklər, sehir və təhlükələr onun cəsarətini sınağa çəkir və taleyini formalaşdırır. J.K. Rowling Harry Potter və fəlsəfə daşı əsəri dostluq, cəsarət və hər birimizin içində gizlənən sehir haqqında oğuzlayıcı bir hekayədir və müasir ədəbiyyatın ən sevilən seriallarından birinin əsasını qoyur. O bir səhifə keçiriş. Birinci fəsil. Xilas olan oğlan. Mr. və Mrs. Dursleylər Rivet Drawbridge küçəsində 4 nömrəli evdə yaşayır və həmişə fəxrlə bildirirlər ki, onlar şükür Allaha tamamilə normal insanlardır. Kimdən olsa da onlardan gözləmək olmazdı ki, onlar nə vaxtsa hansısa qəribə və ya müəmmalı vəziyyətə düşsünlər. Bu kimi boş şeylər həmişə pis baxırdılar. Mr. Dursley Drell istehsalı ilə məşğul olan Xırqanis firmasına başçılıq edirdi. O çox qısa boyunlu və lopa bığlı kök kişi idi. Mrs. Dursley isə gəldikdə isə o arıq, kürən qadın idi. Boynu isə boyuna uyğun, nisbətən demək olar ki, 2 dəfə uzun idi. Amma bu qüsur onun xeyrinə idi. Çünki Mrs. Dursley vaxtının çoxunu qonşuları pusub onların söhbətlərinə qulaq asmaqla keçirirdi. Belə uzun boyunla başqalarının çəpərinə boylanmaq çox rahat idi. O bir səhifə. Mr. və Mrs. Dursley'nin adlı balaca oğulları vardı. Onların fikrincə bu oğlan dünyanın ən gözəl uşağı idi. Dursley'nin ailəsi arzulanması mümkün olan hər şeyə sahib idi. Amma onların bir sirri vardı və dünyada ən çox qorxduqları şey də o idi ki, kimsə bu sirdən xəbər tutur. Dursley'lər hətta təsəvvür belə edə bilmirdilər. Potterlar haqqında həqiqət aşkara çıxsa, onların başına nələr gələr? Məsələ burasındaydı ki, Mrs. Dursley'nin doğmaca bacısı idi. Amma onlar artıq bir neçə ildir ki, bir-birini görmürdülər. Mrs. Dursley hətta özünü elə göstərdi ki, onun ümumiyyətlə bacısı yoxdur. Çünki bacısı və bacısının heç nəyə yaramayan əri Dursley'nin tam əksi idilər. Dursley'lər fikirləşəndə ki, Potterlar bir gün onların küçələrinə gələ bilərlər. Az qala dəli olurdular. Dursley'lər bilirdilər ki, Potterların da balaca oğlu var. Onu heç vaxt görməmişdilər. Ər-arvad qətiyyən istəmirdilər ki, Dudley belə valideynindən övladına ünsiyyət qursun.
Çərşənbə axşamı darıxdırıcı və boz bir səhərdə Mr. və Mrs. Dosilər yuxudan ayılanda bizim əsl tarixçimiz məhz bu səhərdən başlayır. Heç kim, hətta buludlarla örtülmüş göy də bilmirdi ki, tezliklə bütün ölkədə qəribə və müəmmalı hadisələr baş verəcək. Mr. Dusi özünün ən pis qalaktulada bir-birini bağlayıb onun altında hansısa mahnının melodiyasını mızıldayırdı. Mrs. Dusi isə müqəvvət göstərən və bağıran Dudley'nin hündür uşaq stoluna oturdub xoşbəxt təbəssümlə əlinə məhəllənin son dedikodularını danışırdı. Məhz bu an pəncərənin önündən uçub keçən böyük bayquşu onlardan heç birini görmədi. 9-un yarısında Mr. Dursley çantasını götürdü. Mrs. Dursley'ni öpdü və vedalaşmaq üçün Dudley'i öpməyə cəhd etdi. Amma onun bu cəhdi baş tutmadı. Çünki Dudley bəlkə qəzəblənmişdi. Bu tez baş verirdi. O stolda irəli-geri yılğalanıb, boşqabındakı sıyığı götürüb divara sürtündü. Ax mənim balacam. Ağzında zor zülüm bu sözləri çıxara bilən Mr. Dursley onlardan ayrıldı və maşına oturub həyətdən çıxdı. Və dərhal da acayip bir mənzərə ilə qarşılaşdı. Küçəni öyrənmək istəmiş kimi diqqətlə bu xəritəyə baxırdı. İlk saniyələrdə Mr. Dursley gördüklərinin fərqinə varmadı. O yalnız pişiyi ötüb keçəndən sonra ayrıldı. Əyləci basıb gəl zolaqlı bir pişik vardı. Amma xəritə filan gözə dəymirdi. Mr. Dursley öz-özünə mızıldandı. Gör adamın gözünə nələr görünür. Yəqin ki, günahkar tutqun səhər və fanarın sönük işığıydı. Hər ehtimala qarşı Mr. Dursley gözlərini yumub açdı. Pişiyə də bir baxdı. Pişik də ona baxırdı. Mr. Dursley çevrilib maşının yerindən tərpətdi. Amma arxanı göstərən güzgüdə pişiyə baxmaqda davam etdi. Bu dəfə də gördü ki, pişik üstündə Rivet Drive küçəsi yazılan lövhəni oxuyur. Yox, əlbəttə pişik oxumur. O tələsik öz fikirlərini bacarmırlar. Elə xəritə də öyrənə bilməzlər. Mr. Dursley başını silkələdi. Pişiyi fikrindən çıxarsın. Sonra da bu gün baş tutacaq böyük trey sifarişi haqqında fikirləşməyə başladı. Amma o şəhər kənarındakı evindən Londonun mərkəzinə çaxçatada bayaqdan beynini doldurmuş duelləri bir göz qırpımında fikrindən çıxdı. Çünki ənənəvi səhər tıxacağına tuş gəlib həmişə kimi bekarlıqda ətrafı boylanmağa başlayacaq. Şüşədə qəribə paltarlı çoxlu adam gördü. Onlar Mantinyada idilər. Mr. Dursley möhkəm qəzəbləndi. Onun axmaq geyimli adamlarda xoşu gəlmir. Nə geyindikləri bəlli olmayan gənclər almış kimi indi isə hansısa axmaq modaya uymuş bu mantiylər. Mr. Dursley barmaqları ilə sükanı dövrələdi. Elə həmin anda gözü yol kənarındakı bir dəstə adama sataşdı. Onlar qızğın şəkildə pıçıldaşdılar. Üstəlik onların bəzisi heç də cavan deyildi. Biri hətta yaşca ondan böyükdü, amma zümrüd rəngli mantiya geymişdi. Əsl tip idi. Birdən Mr. Dursley'nin ağlına gəldi ki, bu şəxsiyyətlər yardım toplamaqla hansısa bənzər işlə məşğul idilər. Və bugünlük bu qədər. Sabah yenə oxumağa başlayacağım.